Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşə Fest bu dəfə Ağdaş rayonunda keçirilib. Peşə öyrən, gələcəyini qur devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır. Tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatları Sahib Aliyev və Məzahir Əfəndiyev, Agentliyin İdarə Heyəti sədrinin müavinləri Nihad Muxtarlı və Hasil Abbasov, rayonun dövlət və özəl təşkilatlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qazanmağa hazırsınız? Bugün ali təhsil məktəblərində oxuyan insanların 30%-i mövcud olmayan bir peşələrdə işləyəcəklər. Əgər biz fikirləşirik ki, hüquqşünas, həkim və belə daha çox şablon işlərdə işləyəcəyimiz barədə düşünürdüksə, bugünkü gündə bizim cavanlarımız kiber təhlükəsizlik, 3D texnologiyalar, süni intellektlə iş, artıq bu işləri fikirləşib bilməlidirlər. Və doğrudan da mən burada baxdıqlarıma çox düzgün, konseptdə düzgün seçilib, yanaşma da düzgündür. Gələcəkdə hansı işlər olacaq? Qida qalacaq, rekreasiya resurslarından istifadə qalacaq. İnsanlar həmişə media, istirahət, yemək, bu elə sahələrdir ki, onlar həmişə işləyəcək, həmişə qalacaq. Və bugünkü gündə bizim cavanlarımız, gənclərimiz artıq məktəbdə oxuyanda məşğulluq xidməti, ümumiyyətlə digər sosial institutlar vasitəsilə özlərini düzgün qiymətləndirməlidirlər. Bugün gələcəyin peşəsi kimi görünən və az öncə hörmətli Orxan müəllim dediyi 3D texnologiyası, o belə tam oturuşmamışdan biz 4D texnologiyasına keçəcəyik, 5D'yə keçəcəyik, çünki çox sürətlə dəyişmə gedir. Həddən artıq çox sürətlə dəyişmə gedir və 2030-cu ildə artıq süni intellekt özünün bu kognitiv qabiliyyəti ilə, yəni insana xas ancaq qabiliyyətləri ilə insanı ötəcəyi bildirilir. Bu nə deməkdir? Bunu hələ heç kim bilmir. Hamı bilir ki, ötəcək, amma bu nəyə aparıb çıxaracaq? Bu reallığı bilmir. Ona görə də biz hazır olmalıyıq. İlk növbədə peşəkar olaraq hazır olmalıyıq və bu festivalın daha bir əhəmiyyətini isə mən onda görürəm ki, istəyirəm gənclərimiz də bilsin, gələcəkdə sənin hansı vəzifədə olmağının elə də böyük əhəmiyyəti olmayacaq. Bu kimi tədbirlərin həyata keçirilməsi əhalimiz üçün çox vacibdir. Bizim əhalimiz doğrudan da rəqəmsallaşmanın genişlənməsində öz yerlərini tutmalı və bundan sözün əsl mənasında, yaxşı mənada istifadə etməlidir. Siz bilirsiniz ki, 2 gün bundan öncə Azərbaycanda çox böyük bir hadisə baş verdi və bu baş vermiş hadisə məhz Ağdaşımıza çox yaxın olan bir rayonda, Azərbaycanın tarixi rayonlarından birində, coğrafi yerlərindən birində Qəbələdə baş tutdu. Qəbələdə Türk dünyasının liderləri bir daha Azərbaycana təşrif buyurmaqla, Cənab Prezidentin təbirincə desək, Türk dünyası ailəsinin bütün dünyaya bir daha Qəbələdə böyük bir nümayişyanı tədbiri həyata keçirildi. Əminəm ki, biz Azərbaycan xalqı olaraq qarşımıza gələn günlərdə daha böyük tədbirlərdə görüşəcəyik, zəfərlərimizi qeyd edəcəyik və sabahki xoşbəxt gələcəyimizi təmin etmək üçün hamılıqla bir yerdə çalışacağıq, Cənab Prezidentin apardığı siyasətə yaxından dəstək olacağıq və beləliklə də ailələrimizi firavanlığa və hər birimizi xoşbəxt anlara yaşamaq üçün uca Allah'tan izin alacağıq. Bugün burada gələcəyin rəqabət qabiliyyətli əmək bazarına uyğunlaşmaq üçün sizin üçün burada müxtəlif peşələrin təqdimatı həyata keçirilir. Artıq bildiyiniz kimi qəlibləşmiş peşələrə artıq gələcəkdə yer olmayacaq. Ona görə gələcəkdə rəqabət qabiliyyətli əmək bazarına uyğunlaşmaq üçün artıq indidən ixtisasınızı və peşənizi seçməyin vaxtıdır. Və bunun üçün şagirdlərimiz və tələbələrimizlə birlikdə valideynlərimizin də üzərinə çox böyük yük düşür. Və əminəm ki, onlar da burada öz övladlarına doğru istiqamətə yönləndirilməsinə dəstək verəcəklər. Biz burada müxtəlif sahələrdə kənd təsərrüfatı, sənaye, xidmət, turizm, kiber təhlükəsizlik
və digər müxtəlif sahələrdə olan peşələrlə birlikdə və onların mütəxəssisləri ilə birlikdə buradayıq. Maksimum dərəcədə əlinizdən gəldiyi qədər peşələrlə tanış olmağa çalışın. Burada olan mütəxəssislərimizə istədiyiniz sualları verin və onu dərindən öyrənməyə çalışın. Açılış mərasimində çıxış edən Peşə Festin gənclərin bacarıq və yaradıcılıq potensialının üzə çıxarılması və əmək bazarlarının çağırışlarına hazırlanması, onların əmək bazarındakı aktual peşələr və bu peşələr üzrə tələblər barədə məlumatlandırılmalı, düzgün peşə seçimi etmələri baxımından xüsusi önəm kəsb etdiyi vurğulanıb. Sonra müxtəlif peşə sahibləri öz ixtisaslarına uyğun təqdimatlarla çıxış ediblər. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb. Yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar. Festivalın təşkil olunacağı digər ünvan və tarixlərə gəldikdə isə Peşə Fest Qəbələ 11 oktyabrda, Peşə Fest Xaçmaz 13 oktyabrda, Peşə Fest Bakı isə 22 oktyabr tarixlərində təşkil olunacaq. Festivalda ümumilikdə 14 peşə növü üzrə maarifləndirici tədbirlər təşkil olunur. İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək və mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.